Bir zamanlar Çiçəkli vadidə çox maraqlı və ağıllı bir qız yaşayırdı. Onun adı Melis idi. Melis nağılları o qədər çox sevirdi ki, hər axşam yuxudan əvvəl ən az bir nağıl oxumadan yatmazdı. Amma bir gecə baş verənlər heç bir nağıla bənzəmirdi. Melis yuxusunda parlaq işıqlarla dolu göyquşağı körpüsündən keçdi və böyük bir səhraya düşdü. Qarşısında nəhəng bir qala, ətrafında isə tanış simalar dayanmışdı. Bu, heç bir ayrılıq olmayan, birləşmiş qəhrəmanlar diyarı idi. Qaladan qarşısına bir pəri çıxdı. Melis, bizə sən lazımsan. Dünyamızı qaranlıq içində boğan qorxu əjdahası qayıdıb. Ancaq sən və bu qəhrəman dostların onu sevgi, dostluq və cəsarət ilə məğlub edə bilərsiniz. Melis başını qaldırdı və gördü. Elsa əlləri ilə havaya buz çiçəkləri düzəldirdi. Simba gur səsi ilə hamıya cəsarət verirdi. Ələddin sehrli xalçısı ilə ətrafda uçaraq hərəkatı planlaşdırırdı. Rapunzel saçını qala divarından endirib dostları yuxarı çıxarırdı. Tinkerbell hamının üstünə uçmaq üçün parlaq sehir tozu səpirdi. Balu isə oxuyur və hamını əyləndirir ki, qorxu içimizə girməsin. Mickey Mouse, Pinokio, Dumbo, Olaf və hətta Shrek də burada idi. Bir ailə kimi. Melis gülümsədi. Mən hazıram, biz birlikdəyik və heç bir qorxu bizə qalib gələ bilməz. Qəhrəmanlar hamısı birləşdi və əl-ələ verdilər. Melisin əlində Elsa'nın buz güzgüsü, Ələddinin lampası və Tinkerbell'in sehirli tozu vardı. Gözləri par-par parlayırdı. Qorxu əjdahası böyük qaranlıq buludlarla ortaya çıxanda qəhrəmanlar bir anda bir dairə qurdu. Melis dairənin ortasına keçdi və dedi: "Biz qorxmuruq. Biz bir yerdəyik. Biz dostuq." O an Elsa'nın buz güzgüsündən parlaq bir işıq çıxdı. Ələddinin lampası göyə nur saçdı. Tinkerbell'in tozu səmanı ulduz kimi bəzədi. Əjdaha işıqla doldu və bir anda qaranlıq yox oldu. Hamı sevinərək qucaqlaşdı. Shrek Melser havaya qaldırdı. Bu bizim qəhrəmanımızdır. Melis bizi birləşdirdi. O gün diyar boyu bayram oldu. Hamı birlikdə oynadı, mahnılar oxundu və Melisə qəhrəmanların şahzadəsi adı verildi. Səhər Melis gözlərini açanda əllərində parlaq bir güzgü və Elsa'nın yazdığı bir məktub var idi. Biz sənə inanırıq, Melis. Harda olursan ol, sən artıq bizim ailəmizdənsən. Nağılın sonu. Amma unutma, sevgi və birlik hər şeydən güclüdür. Nağıllar gerçəyə çevrilə bilər, əgər sən də inansan.